Sözlənən, sözdən səs gəlir. Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabi saray əhlinə deyil, xalqa xitab edirdi. Bu cümləni Məhəmməd Əmin Rəsulzadə Həsən bəy Zərdabi və Əkinçi qəzeti haqqında yazdığı məqalələrində qeyd edib. Sözdələnin bu buraxılışında Rəsulzadənin Həsən bəy Zərdabi haqqında həmin yazdıqlarını sənə danışıram. Buraxılışın mətni Çapar dərgisindən əldə edilib. Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə Azərbaycan mətbuatının yaradıcısı Həsən bəy Zərdabi haqqında bir neçə yazı qələmə alıb. Həmin yazılarda Rəsulzadə Həsən bəyin və Əkinçinin Azərbaycan tarixində oynadığı rolu mükəmməl şəkildə izah edib. 1 mart 1926-cı ildə Yeni Qafqasiya jurnalındakı Azəri mətbuatının şanlı xatirəsi adlı məqaləsində Rəsulzadə yazır. Əkinçinin zuhuru yalnız milli deyil, eyni zamanda demokratik bir hadisə idi. Xanlıqlar dövrünün şairləri kimi o saraylara və saray ətrafında toplanan mümtaz zövq ərbabına deyil, bütün xalqa xitab edirdi. Məhəlli deyil, milli məqsəd güdürdü. Xalqı işıqlandırmaq onun ən böyük məqsədi idi. Xalqı işıqlandırmaq. Bundan 50 il əvvəl ortaya atılan bu şüarın necə işıq keçirməz qaranlıq bir mühit içərisində parlamış bir nur olduğunu təsəvvür etmək mümkündür. Gutenbergin ecazkar makinasından bixəbər bir mühitdə ilk qəzet zuhurunun nə demək olduğunu onsuz da təqdir edə bilərik. Əkinçi niyə bağlandı? Həmin məqaləsində Rəsulzadə bunun cavabını çox dəqiq şəkildə verib. Belə ali bir məqsəd və ülvi bir dəvətlə nəşriyyata başlayan Əkinçi yolu üzərindəki ən böyük müşkülü yox edə bilmədi. İstilaçı Rus idarəçiliyi Həsən bəyin milli şuur toxumlarını saçan bir əkinçi olduğunu çox keçmədən fərqinə vardı. Əkinçi bağlandı. Rəsulzadə Həsən bəyin arzusuna çatdığını bildirir. Həsən bəy saçdığı toxumların 26 il qədər uzun sürən bir qışdan sonra gələn bərəkətli baharda göyərib, səmərələr verdiyini şəxsən gördü. Son çağlarında olsa da, Bakıda intişar edən türkçə qəzetlərdə şəxsən iştirak etmək səadətinə nail oldu. Həsən bəy öldü. Fəqət saçdığı toxumun səmərə verdiyini görən müvəffəq bir əkinçi kimi fəxirli və sevincli şəkildə bu dünyadan köçdü. Həmin gün mətbuat qaraya büründü. Şairlər mərsiyələr yazdı. Teatrlar pərdələrini endirdi. Bazar və dükanlar bağlandı. Bir kəlmə ilə millət matəm saxladı. Yeni Qafqasiyada yazdığı Zərdablı Məlikzadə Həsən bəy adlı məqaləsində isə Rəsulzadə Azərbaycan türklərinin milli intibah və mədəni hərəkatının ilk böyük simasının Mirzə Fətəli Axundzadə olduğunu yazır. Bu ənənənin yetişdirdiyi ikinci böyük şəxsiyyətin Həsən bəy olduğunu bildirir. İlk mücahid ölərkən xitab etdiyi mühitin laqeydliyi içində həyatı tərk etdi. Hətta cahil fanatiklərin düşmənanə təzahürlərinə belə məruz qalmışdı. Həsən bəy ondan daha məsud çıxdı. 1905-ci ildə baş verən ölümü milli intibah tarixində bənzəri nadir görülən bir nümayiş halını aldı. Rəsulzadə illər sonra böyük izdihamın olduğu həmin təntənəni xatırlayırdı. Çünki onun özü də həmin mərasimdə nitq söyləmişdi. Cəmaəti ayıltmaq, onu dərrakəli etmək üçün nə lazımdır? Maarif, maarif, maarif. Ancaq elm və biliklə cəmaət özünün nə olduğunu və nə edə biləcəyini qana bilər. İşte bu yolda da təşkinə yığışdığımız bu mərhum işləyib ömrünü keçirmişdi. İşte bu qoca ədib də həman cəmaətin dərdinə dərman olub ürfan toxumlarını səpmişdi ki, bu barələrdə çox danışıldı və vaxt müsait etmədiyindən nitqimi uzun etməyib qurtarıram. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Ko-fi platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.